Mesela bir gün bir kişi olur, koca yaşında ölür Ali. Ölür. Normaldir da, koca yaşında Koca ölməlidir. yaşında ölür. Mesela uşaqlarını yığır, 3 dənə oğlu olur, yığır başına ki, gəlin bura, mənim sizə sözüm var. Bir dəfə görmədik ki, nə sən danışanda, nə də mən danışanda, axıra qədər sakit durub polemikasını elə bil irəli sürür. Bugünkü verilişin zapisinə bax Elə deyən, bil orada nəsə şey eləməsin. bugünkü verilişin zapisinə bax. Eləməsin. Ondan sonra mənə zəng gələn, mən sənə deyim ki, mən haqqımı sənə halal eləyirəm qardaşım, mənim Mən haqqıma gəlirsən. danışıram da, bu sakit durub qulaq asır. Sən oradan nəsə sırası deyirsən. Brat, sən deyirsən ki, bir nəfər ölür. Ölür. Öləndə Ölür. seks səsləri çıxmamalıdır adamdan. Hə, son nəfəsidir, can verir deyə. Hələ olmur son nəfəs, qardaşım. Davay sən anekdotu dan. Şaka. Yığılın bura deyir, sizə deyir, mənim sözüm var. Nəsə 3 dənə oğlu yığılır. Deyir ki, gedin mən oradan çoxlu çubuq yığın gətirin. Nəsə bunlar gedirlər, çırpı çubuqları yığırlar, gətirirlər belə. Dədəsi qadir ki, indi o çubuğu bir-bir götürün qırın. Nəsə balaca oğlu Uşaq götürür, vaxtı şaraq oxuduğumuz sığırır, ha, nəsə bu birisi götürür. Görsən sözü sığırır. kəsdi. Görsən? Didə ona. Nəsə didə ona da. O götürür, o birisi də qırır. Eşidirsən? Deyir, ata qırdıq. İndi nə varaq? Deyir, indi o çubuqları bir-birinə deyir, bağlayın. Odun şələsi düzəldin da, elə bil çomalıyırlar, rayızın kəndir nazadla belə bağlayırlar. Bildiyin odun şələsi. İndi bunu qır görür, nətər eləyəsən? Nəsə atası qayıdır, böyük oğullar deyir ki, indi götür qır bunu görüm. Nətər qıracaqsın? Nəsə böyük oldu, hozunun biri, dənə pezəvəyin biridir. Nəsə götürür elə odun şərəsini. Ortadan qırıq eləyir başa üstü. Nəsə qaydırlar dədəsinə. Belə Quran kimi dədə dirilir. Göz sırası belə olur. Deyir, ata, indi bu nə üçün eləyirdi? Bu nə idi? Bunun mənası nədir? Va, heç zat. Eşşək şeysiniz onsuz da görürəm. Ta mənimdən sonra sizə nə deyim? Sözüm yoxdur. Eşşəkdir da deyir, yəni o qırmaq olar, başa üstü. Neyse bu meydanından sonra Şəxsi xahişimdir. O anekdot qalsın. Lazımdırsa söyüş də qoyuram o anekdotu şeydən Bu çıxardım. O qalmalı. anekdot qalmalı. Yəni həmişə Ruslan uğurlu olmamalı. Bəli. Arada Sadəcə uğursuz lətifələr sadəcə var. Gördüyünüz kimi. montajda gülüş qoyarsınız üstünə.